Soruşacaqlar qiyamətdə ki, filan gün namazı niyə vaxtında qılmadın? Deyəcəksən, vay yadımdan çıxdı, gözələr oldu. Filan gün niyə qılmadın? Filan gün başım qarışdı işə, yadımdan çıxmamışdı. Amma dedim, qoy bu işləri yoluna qoyum sonra, məsələn. Demirəm, düzdür, deyərlər, yaxşı, bunu da keçdik sənə. Filan gün niyə? Filan gündə qonaq gəldi. Üzüm gəlmədi də deyəm, yaxşı, bunu da keçdik. Bəs filan gün necə? Oturmuşdun televizora baxırdın. Oturmuşdun televizora baxırdın. Heç bir işin də yox idi, heç bir problemi də yox idi. Allah başlayacaq o nöqtələri tapacaq. O şeylər ki, sən mübarizə bahasına onu eləmirsən. Sadə əməllər. Onlardan başlayacaq ki, sən bunları vaxtında eləsəydin, çətinlik vaxtı da asan olacaqdı sənin üçün.